Və siz bilirsiniz, yüzlərlə tələbə xaricdə təhsil adı aldadılır. Saxta agentlik loqosu, bir-iki tələbə şəkli, sonra onlardan bir xəbər yoxdur. Nə telefonu qaldırırlar, nə qəbulunuzu verirlər. Sadəcə sizin xəyallarınız puç oldu, siz zamanınızı itirdiniz, pulunuzu itirdiniz. Mənə bu barədə çoxlu yazırlar və mən ona görə bu məsələlə bağlı sizə bir faydalı paylaşım eləmək istəyirəm. Əgər xarici təhsil agentliyinə müraciət etmək istəyirsinizsə, istər bizim şirkətə, istər başqa şirkətə, mütləq ki, konsultasiya zamanı, danışıq zamanı verilən məlumatların dürüstlüyünü Google-da yoxlayın, internetdə yoxlayın, ətrafınızdan soruşun. Adi siz həkimə getməmişdən öncə hər hansı ağrıyanda girib Google-da yazırsınız ki, mən hansı dərman atım? Həkim kimi peşəkarın yanına getməmişdən qabaq. Amma gedib sadəlöv insanlar kimi həmin insanlara inanırsınız və real olmayan, heç bir əsası olmayan məlumatlara güvənib və yaxud da ki, əksinə sizə söz verirlər ki, sən aşağı göstəricilərdən böyük təqaüd olacaqsan, mümkün olmayan şeyləri biz pulla həll eləyəcəyik. O zaman bitib. Xüsusilə inkişaf etmiş ölkələrdə oxuyacaqsınızsa, orada pulla heç nə həll olunmur. Ona görə həmişə aldığınız məlumatların həqiqiliyini özünüz yoxlayın, araşdırın və sonra həmin şirkətlərə güvənin. Şirkətlər heç bir sehrbazlıq eləməyəcəklər sizin üçün. Sadəcə vaxtınıza qənaət eləməlidirlər, təcrübəni paylaşmalıdırlar. Yəni, mümkün olmayan şeyi heç bir şirkət, heç bir mütəxəssis sizin üçün eləyə bilməz.